Allah'ın salamı olsun hər birinizin üzərinə, dəyərli izləyicilər. Fürsətdən istifadə edib hər kəsin Qurban Bayramını təbrik edirəm. Bugün biz burada bağda işləyirdik. İşləməyimizin səbəbi də inansın dəyərli izləyicilər. İşimiz yəni çatdıra bilmirik. Pöhrən alımı elə bir şeydir ki, onu vaxtında həyata keçirmədikdə həm pöhrən böyüyür, həm də ki, böyüdükcə də bütün ağacın, torpağın enerjisini alır. Ona görə məcburuq ki, günlərdə işləyək ki, vaxt itkisi olmasın və işimiz, əsas məsələ, işimiz gecikməsin. Qısası, dəyərli izləyicilər, nəyi vurğulamaq istəyirəm? Bugün biz pöhrən alma həyata keçirirdik. Bəzi bağlarda müşahidə edirik ki, nəyi? Baxın, dəyərli izləyicilər, biz bu ağacda demək olar ki, geçəncə soyuqlarını açdıq. Vaxtı ilə, baxın bura dəyərli izləyicilər, dəhrə ilə, balta ilə zədələnmiş bu gözlər, hansı ki, artıq fikir verin, nə edib ki, biz buranı açdığımız təqdirdə yeni pöhrələr verdik bizə. Baxın, bütün ağacımızda, hansı ki, vaxtı ilə keçal budaqların hamısında, baxın, dəyərli izləyicilər, göstərmişdə, baxın, bura artıq məhsul da var. Baxın, dəyərli izləyicilər, görürsünüz, vaxtı ilə bura tamam çək. Bu gözlər niyə oyanmayıbdır, bilirsinizmi? Bunu dəhrə balta ilə vaxtı ilə vurulubdur. Biz nə elədik? Geçəncə hava buranın günəşlənməsini təmin edirik və bütün gözləri oyatdıq. Nə idi məsələn? Biz o bağlarda nəyi müşahidə edirik indi? Yenə də nə ediblər? Bu pöhrən almaq məqsədi ilə bura motorlu jilka salaraq ümumi bütün gövdəni, buraları zədəliyiblər, dəyərli izləyicilər. Buralar jilka ilə zədələndirir təqdirdə ora sağalmır, budağa qurutur. Ona ki, o əzik yaratır. Ancaq motorla, motorun mişarla, o ilə işləyəndə, zədələyəndə isə o ağac ani olaraq oranı bağlayır. Baxın, burada bir dənə nümunə var. Gəlin bura dəyərli izləyicilər. Baxın qardaşımız çəksin. Görürsünüz, bu motor eləyibdir, ağac artıq bağlayır. Ona ki, bu kəsikdir. Ancaq jilka əzik yaratır, dəyərli izləyicilər. Əzik, bildiyiniz kimi, insanda da sağalmır. Mən nə qədər misal çəkərəm, əzikdən, yəni avtomobil qəzasında və yaxud da hündür yerdən düşüb, əzikdən insan 2-3 ildən sonra vəfat edib, ani olaraq. Əzik elə bir şeydir, o sağalmır dərəcə. O jilka əzik yaratır dərəcə. O jilkanı bura salmayın. Jilka ilə işləməyin. Əllə götürün səliqəli. Yenə də deyirəm, əgər bizlə işləmək istəmirsiniz, ancaq yenə də deyirəm, bunu əllə səliqəli götürün. Ağacınızı ömürlük şikəst edirsiniz. Bir çox yerlərdə görürük, güya iş görübdür, gəlib tələm-tələsik jilka ilə zədələyib, püskünə qoyub, özü nə inibdir? Bu yaşıllaşan gözləri təkrar dəhrə balta ilə alaraq, yenə keçal bir forma İnanırsınız, bu iş deyil dəyərli izləyicilər. Baxın, yenə də nümunə olaraq, baxın, ümumiyyətlə ağacımızın içində gözəl artıq hər yer oyanır. Və mən sizə orada baxın, burada baxın, yeni oyanan fındıq. Gəlsin burada təbii qardaşımız. Baxın, harada da artıq fındıq. Bu bizim ata-babadır. Deyirlər, ata-baba elə olur, ata-baba belə olmur. Baxın, yeni saxladığımızdır. Artıq görürsünüz, bax, fındığa baxın. Nə gözəl də fındıq var. Dəyərli izləyicilər, bunların hamısı gələn il artıq, bu il gəncdilər, gələn il artıq oyanaraq, çox gözəl bizə məhsul verici bu gözlər. Bizim məqsədimiz də odur. Amma çox təəssüflər olsun ki, yenə də deyirəm, onu bugün gördük, ona görə çəkiliş eləməyində qaldıq ki, bu insanlar buna belə şeylər eləməyin iş adı altında. Baxın, artıq ata-baba da məhsul görünür. Bir çox insanlar deyir, siz həmişə yay fındığı paylaşırsınız. Dəlizlər, biz işlədiyimiz bağdır. Baxın. Təbii qardaşımız çəksin. Ata-baba elə bir fındıqdır, o öz fındığını gizlədir. Yay fındığı kimi hər yerdə açıq vermir. Yay fındığı yarpağı xırda olur. Baxın, dəyərli izləyicilər, hər yeri fındıqdır. İnşallah çox gözəl nəticələr var bu bağımızda. Baxın, dəyərli, baxın, artıq vaxtı ilə çaçal gözlərin hamısı oyanıb. Çox gözəl bir nəticə var, dəyərli izləyicilər. Çox təəssüflər olsun, insanlar bunu da dərk eləmir. Bunu dərk eləməyən halda, sonra deyirlər, var gibi aqressiv danışır, kobud danışır, əsəbi danışır. Bunu dərk eləməyən beyinlə gəlib hələ bir jilka ilə oranı zədəliyib, bərbad günə qoyub, bu gözləri də tamam çakallayıb ağacını. Nə deyim valla, mən bu insanların düşüncəsini, dünyaya baxışını fındıq tərzdən var, sıfırın altındadır. Belə, dəlizələr onu getməyin, elə bir hərəkət eləməyin, pöhrənlərinizi vaxtında alın, qoyun budaqlarınız qalmasın, ağaclarınız güclü olsun. Belə bizdən dəlizəclər onu vurğulamaq istədim ki, jilka ilə ora yaxınlaşmayacaq. Jilkanın gətirdiyi əzik sağalmır, ağac budaq quruyur. Belə dəlizəclər.